Belə bir sual paylaşmışdıq. İçində Səməd Behrənginin Balaca Qara Balıq əsərinin baş qəhrəmanı ilə eyni ideologiyada olmayan obrazın yazıldığı figurun bucaqlarının sayı bərabərdir. Düzdür, biraz aqressiv yanaşan müəllimlər oldu. Bir neçə nəfər ki, bu belə bir figur axı biz heç vaxt keçməmişik, görməmişik və yaxud da biz riyaziyyat müəllimiyikmi ki, bucaqları bilək, bucaqları necə sayacağıq? Yəni burada yəni riyaziyyat müəlliminin olmağın, ümumiyyətlə bu bucaqların riyaziyyata heç bir əlaqəsi yoxdur riyaziyyatla. Və yaxud da hətta irəli gedib biz biologiya müəllimiyikmi ki, bu sualı cavablandıraq deyənlər də oldu. İndi proqrama təzə olunmuş əsərlərdəndir. Bəlkə də bir çox müəllim və tələbə bunu oxumayıb, amma qeyd edeyim ki, bu əsəri oxumaq lazımdır. Oxunası əsərlərdəndir. Proqramda oldu, olmadı. Yəni imtahana görə yox. Ümumiyyətlə maraqlı əsərdir, həm də mənalı əsərdir. Və burada bucaqların sayı və yaxud da bu figur o elə də böyük bir əhəmiyyət daşımır. Əsas məsələ odur ki, burada nə soruşur? Baş qəhrəmanla eyni ideologiyada olmayan obraz. Baş qəhrəman hansı idi? Elə əsərin adından görürük. Balaca Qara Balıqdır. Kərtənkələ onunla eyni ideologiyada idi. Yəni o deyirdi ki, dəstəkləyirdi də onu. Hətta ona balaca bir xəncər də verir ki, mən bu cür sənin kimilərə verirəm belə xəncər. Ona kömək eləyir. Bu onunla eyni ideologiyadadır. Balaca qızıl balıq da onunla eyni ideologiyadadır. Çünki əsərin sonunda o qoca balıq nənə nəvələrinə deyir ki, 12 min nəvəsinə gedin yatın. Bu balaca qızıl balıq nəsə başlayır fikirləşməyə ki, aha, deməli mən də onun kimi eləyə bilərəm, onun kimi ola bilərəm. İlbiz də həmçinin. Düzdür, İlbiz burada bir obraz olaraq iştirak eləmir, sadəcə adı keçir və məlum olur ki, İlbiz də bu cür düşünür və İlbizi hətta o kütlə balaca qara balıq demişkən başını yeyib. Deməli 4, 3, burada neçədəndir? 1, 2, 3, 4, 5. Bu rəqəmlər bizə lazım deyil. Qaldı bir dənə qurbağa. Qurbağa o balaca qara balıq çömçə quyruqlarla danışarkən qurbağa gəlib çıxır və bundan həm ərə salıcı tonda danışır, həm cahil-cahil danışır. Və biz o dialoqu oxuyanda görürük ki, qurbağa onunla eyni ideologiyada deyil. Deməli bizə lazım olan qurbağadır. Və daha da irəli geçsək, bizə lazım olan bu figurun bucaqlarının sayıdır. Gördüyümüz kimi bu figur dairədir. Və bunun bucağı yoxdur. Bucağı neçədəndir burada? 0. İndi keçək variantlara. Nəyin cavabı 0-a bərabərdir? Koroğlu ilə Bolu bəy qolunda Çənlib elə xəbər gətirən insanların sayı 2-dir. Bir epizodda Aşıq Cünun gətirir, birində Xoca Əziz xəbər gətirir ki, Koroğlu'nu aparırlar. Deməli bu cavab ola bilməz. Dəhnamə. Məktub aparan simvolik obrazların sayı 4'dür. Bu da bizə lazım deyil. Qazan xanın evinin yağmalanması. Qazanın yurdunu xəbər aldığı obyektlərin sayı. Əslində 5 dənədir. İndi bəzən testlərdə və yaxud da vəsaitlərdə səhvən 4 dənə verirlər. Qaraca çobanı saymırlar obyekt. Deyirlər ki, o adamdır. Obyekt deyil. Yəni obyekt məcbur deyil də cansız əşya olsun və yaxud da altı moyka üstü çayxana olsun. Yəni obyekt hər hansı bir burada müraciət olunan bir əşya, insan, hamısı obyektdir. Amma bu sualda onun elə bir böyük əhəmiyyəti yoxdur. Çünki bizə 4-5 rəqəmlərin heç biri lazım deyil. Bu da getdi. Anamın kitabı. Əbdüləzimin yad ideologiyanın təsiri altına düşməyən oğlanlarının sayı. Neçə oğlu var idi? 3. Üçü də müxtəlif ideologiyalara uyğun təhsil almışlar və hamısı düşmüşdü o ideologiyaların, yad ideologiyaların təsirinə. Elə bir oğlu qalmamış ki, düşməsin. Deməli, bunun cavabı neçədir? 0. Bizə nə lazım idi? 0. Düzgün cavab D. Durna teli. Dar ağacından qurtulmasında Qıratın rol oynadığı dəlilərin sayı 3'dür. Qırat necə rol oynadı? Yəni, orada Qırat yox, başqa bir at olsaydı və yaxud da Qırat özünü hiləgərliyə vurmasaydı, onu o qoruqçaya verməsəydilər, Xoca Əziz onu bitər, ondan almasaydı. Nəysə, dolayısıyla yoldan görürük ki, bu dəlilərin xilas olmasında Qıratın və onun sürətinin də rolu var. Yoxsa onlar gəlib çata bilməyəcəklər və dəlilər öləcəkdir. 3. Amma bu 3 cavabı da bizə lazım deyil. Düzgün cavab oldu nə? D variantı.